Xatırladaq ki, Yasin Hüseynzadə 2023-cü ilin 27 yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən ağır yaralanıblar. Lakin bu hadisədən sonra terrorçuya edam qərarı verilsə də qərarın icrası yubanırdı. Nəhayət, may ayının 21-də cinayətkar öz layiqli cəzasını aldı. Bu hadisə bir daha Azərbaycan dövlətinin öz vətəndaşının yanında dayandığını, harda olmasından asılı olmayaraq onun arxasında durduğunu növbət dəfə nümayiş etdirdi. Çünki istər 30 illik işğal dövrü, istərsə də digər məsələlərdə insanlarımızın qanı yerdə qalmayıb, onların qisası alınıb. Azərbaycan dövləti hər məsələdə haqlı mövqeyini ortaya qoyub. Azərbaycanın xüsusilə də Qarabağda keçirdiyi antiterror əməliyyatından sonra regionda mövqeyi xeyli gücləndi. Və bu yalnız regionda deyil, beynəlxalq aləmdə də Azərbaycanın siyasi mövqeyinin güclənməsinə gətirib çıxartdı və artıq İran Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlarla barışdığını etiraf edir. İkinci faktor kimi İranın ümumiyyətlə yaxın və orta şərqdə mövqeyinin zəiflədiyini görürük. Üçüncü faktor kimi isə biz İran daxilində ötən bir il öncə baş vermiş hökumət dəyişikliyini görürük. Xüsusilə Prezident Pezeşkiyanın hakimiyyətə gəlişi ilə mehriban qonşuluq və dostluq prinsipi əsas götürüldü. Bax, bu amillər hesab edirəm ki, həmin qərarın icrasında mühüm rol oynayıb. Ümumiyyətlə, hər bir ölkənin səfirliyi onun ərazisi hesab olunur. Bu terror aktı təkcə vətəndaşlarımıza qarşı yox, bütövlükdə Azərbaycan dövlətinə qarşı törədilmiş bir cinayət idi. Prezident İlham Əliyev bu məsələdə prinsipial mövqe sərgiləyərək bir daha göstərdi ki, heç kim, heç bir yerdə Azərbaycan vətəndaşlarına və dövlətinə qarşı cinayət törədərək təhlükə yarada bilməz. Harda olurlarsa olsunlar, belə şəxslər mütləq qanun qarşısında cavab verəcəklər. Azərbaycan ümumiyyətlə son 2 ildən artıq baş verən müddətdə, o hadisədən 2 ildən artıq müddət keçib, həmin müddətdə öz israrlı mövqeyində qaldı. Və İran tərəfi gördü ki, Azərbaycan heç də zəif deyil və öz siyasi iradəsini diktə etməyi bacaran ölkədir. Bütün bunlar alqışlanan məsələdir və hesab edirəm ki, münasibətlərin inkişafına müsbət təsir göstərəcək.